Yemək. Allahın Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm buyurub, Pərverdigara, aclığın səmərəsi nədir? Allah Teala buyurub, hikmət, qəlbin qorunması, mənə yaxınlaşmaq, həmişəlik hüzn, cəmaata az zəhmət vermək, haqqı demək və asan və ya çətin yaşamaqdan qorxmamaq. Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər. Yeməyi iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl götür. İnsan qarnından pis qab doldurmayıb. Qarnını dolduran şəxs göylərin və yerin ruhlar aləminə daxil olmaz. Kim başqasının gözü qabağında yemək yesə və həmin şəxsi yeməyinə şərik etməsə, dərmanı olmayan bir dərdə düçar olar. Mömin öz ailəsinin istəyi ilə yemək yeyir, münafiqin ailəsi isə onun istəyi ilə yeyir. Çox yeməkdən çəkinin ki, o qəlbi bərkidər, bədən üzvlərini Allahın itayətində tənbəlləşdirər və himmətləri öyüd, nəsihət eşitməkdə kar edər. Xoş o adamın halına ki, qarnı yeməkdən boşdur, aclıq çəkir və səbr edir. Belələri qiyamət günü tox olacaq kimsələrdir. İmam Əli əleyhissalam buyurub, az yemək bir növ pəhrizkarlıq, çox yemək isə bir növ israf və həddi aşmaqdır. Nəfsi cilovlamaq və adətləri pozmaq üçün aclıq necə də gözəl yoldaşdır. Yeməyi çox olanın sağlamlığı az olar və dolanışıq yükü çiyinlərinə ağırlıq edər. Aclıqla xəstəlik bir yerə sığışmaz. Kim yemək yeməyə və ya su içməyə başlayanda Allahın adını dilinə gətirsə və sonda Allaha şükür etsə, həmin yemək neməti barəsində ondan heç vaxt sual soruşulmaz. Yeməyinizi duzla başlayın. Çünki əgər cəmaat duzun faydalarının nə olmasını bilsəydi, onu təcrübədən keçmiş zərdabdan üstün tutardı. İsti yeməyi soyudun. Çünki Peyğəmbərin qabağına isti yemək qoyulduqda, o həzrət buyurdu, qoyun soysun. Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir.